Ama bu sıfatda etiraz nəyi eləyirsən? Nəyi elan eləyirsən? Mən bax, mən bu sıfatda eşitsən, mən bir tərəfim parox, sən bu eləməyə ixtiyarın yoxdur. Sən gəlib burada məni diriyibsən, eşitsən məni? Yox, sən dirəməmişsən. Yox, diriyibsən, mən bir tərəfim işləmir. Baxın, sən diriyibsən, mən məcbur eləyirsən. Qərazlı şəkildəsən. Baxın, mən heç çölə CD-yə də burada gedirəm, eşitsən məni, baxın. Sən məni gəlib məcbur edirsən qərəzli mövqe. Yox, sən mən işləmirəm, sən məni məcbur edirsən, eşitsən. Məsələn, bu formada şəxsin bu xəstəliklə bağlı hazırlamasının etdiyi əməlin hansısa formada mahiyyətini dərk etməmək kimi hallar həkimi çağırıb onun ən azından bir şifahi rəyini alınsın, ondan sonra problem sözsüz onu siz təşkil edin, mən bilmirəm. Həkimin kimdir? Mən bilmirəm həkim. Bilirsən? Hə, sən necə?